Bismillahirrahmanirrahim. İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən qaimimiz İmam Məhdi Əccallah Fərəcəhum Şərif qiyam zuhur etdikdə Allah bizim şiyələrimizin görmə və eşitmə qabiliyyətini artıracaq. Belə ki, onlarla qaim Əccallah Fərəcəhum Şərif arasında elçi vasitə olmayacaq. Həzrət öz məkanında onlarla danışacaq və onlar da imamı Əccallah Fərəcəhum Şərifi görüb eşidəcəklər. Mənbə: Biharul Ənvar, cild 52, səhifə 336, hədis 72. Bəli, əziz izləyicilər, cümənin gününün son dəqiqələrini yaşayırıq. Dualar olunub, cümənin əməlləri olunub və cümə gününün məxsus əməlləri edilibdir. Bu o deməkdir ki, bugün biz sizinlə birlikdə yeni bir mövzuya, hər dəfə verilişlərimizdə biz yeni bir mövzu deyəndə yeni qonaqlarla həmin mövzuları müzakirə edirik. Amma bu dəfədəki mövzumuz silsiləli mövzular ətrafında olan və məxsusən də İmam Zaman Ağa ilə bağlı olan silsiləvi mövzular ki var ki, onun davamlarını biz edirik. Bəli, bugün yenə də dövrümüzün imamından danışacağıq. İntizar əhlinin əməllərinə nələr olacaq, onlardan danışacağıq. Əsasən, məxsusən də İmam Zaman Ağa ilə barəsində danışacağıq. Qonağımız həmişəki kimi, məxsusən İmam Zaman Ağanın adı gəldikdə və onun haqqında məlumatlar vermək istədikdə tək və yeganə qonağımız olan İmam Zaman Ağa adına mədrəsənin tələbəsi Nəzakət xanım Əkbərovanı dəvət etmişik. Xoş gördük Nəzakət xanım. Sizləri də xoş gördük Salih xanım. Nəzakət xanım, silsiləvi verilişimizdə, İmam Zaman Ağa ilə bağlı olan bu verilişimizdə bugün bir başqa qapıdan daxil olmaq istəyirik ki, o qapıdan siz bizə bugün başqa bir məlumatlar verəsiniz və bizim bugünkü gündə əvvəlki verilişlərimizdə olduğu kimi düşüncələrimiz, fikirlərimiz ən çox da təfəkkür etməyimizə doğru bizi apararsınız inşallah. İlk sualımız belədir ki, əvvəlki imamın dövründə yaşayanlar öz imamlarının belə deyək, xidmətlərində olublar və onlardan feyz alıbdılar. Bəs biz imamımıza necə xidmətlər edək? Ömrümüzü ağamıza necə sərf edək? Buyurun, sizə eşidirik. Bismillahirrahmanirrahim və bihi nəstəin. Bəli, İmam Zaman Ağaya necə xidmətlər göstərək? Bəli. Biz şiyələr. Biz imamımızı qəbul eləmişik, əlhəmdülillah. İnancımız, etiqadımız var, əlhəmdülillah. Və biz İslami dəyərləri lazımi səviyyədə əlhəmdülillah yerinə yetiririk. Bununla iş bitmir. Biz zəmanəmizin imamına xidmət eləmək məsələsini daim düşünməliyik. Ağanın hacət və istəklərini yerinə yetirmək üçün daim səfərbər olmalıyıq. Nədən başlamaq lazımdır? İlk əvvəl məhəbbətdən başlamaq lazımdır. Gərək İmam Zamana məhəbbət bəsləyək. Məhəbbət önəmli məsələdir. Mütəallı Allah öz Quran-ı Kərimində Şura surəsinin 23-cü ayəsində, hansı ki bu ayə məvəddət ayəsi adlanır, buyurur Mütəallı Allah öz Peyğəmbərinə: Ey Peyğəmbər, müsəlmanlara söylə ki, mən sizdən çəkdiyim zəhmətlərin müqabilində əhl-i beytimi, yəni əqrabalarımı sevməkdən başqa bir şey istəmirəm. Bəli, Mütəallı Allah bunu bizə tapşırıb. Yəni biz imamımızı sevməliyik, ona dərin məhəbbət bəsləməliyik. Bu əsas məsələlərdəndir. Yəni biz əgər imamı sevsək nə olar? Biz imamı sevsək qəlbən, sevsək günahı tərk eləmək bizim üçün asan olar. Bəli, bu həqiqətdir. Əgər biz bu həqiqəti dada bilsək, onda başa düşərik ki, günahı tərk eləmək nə qədər də rahat imiş və asan imiş. Amma bizə çətin gəlir. Həqiqətən çətin gəlir günahı tərk eləmək. Bəs necə olur ki, bu asan olur bizim üçün? Və niyə biz bunu bacarmırıq, çətin gəlir? Bilirsiniz, məsələ nə yerdədir? Bizim qəlbimiz ki var, o qarma-qarışıq məhəbbətlərlə doludur. Dünyəvi arzularla doludur, istəklərlə doludur. Biz çox şey istəyirik. Həm də imamı sevirik, istəyirik. Hə,
O qəlbdə gərək ancaq və ancaq imam sevgisi olsun. İmam nə istəyir? Allahın bizə söylədiklərini istəyir bizdən. Deməli, bütün o qarma-qarışıq məhəbbətləri qəlbimizdən silməliyik və qəlbimizi İmam Zaman məhəbbəti ilə doldurmalıyıq. Bəli. Və onda heç bir günah bizi özünə cəzb eləyə bilməz. Nüdbə duası var. Səhv eləmirəmsə, düzdür, bütün dualar məsum imamlarımızdan gəlir. Səhv eləmirəmsə, nüdbə duası İmam Sadiq əleyhissalatü vəssalamdandır. İmam Zaman ağaya müraciətdir burada. Bəli. İmam Sadiq ağa buyurur ki, ağa, mənim üçün çox çətindir. Çox çətindir. Hamını görüm, səni görməyim. Hamının səsini eşitim, sənin səsini eşitməyim. Mənim üçün həqiqətən bu ağırdır. Mən kimi istəyirəmsə görmək, görürəm, görə bilirəm. Kimin səsini eşitmək istəyirəmsə eşidirəm. Amma səni görmək istəyəndə görə bilmirəm. Sənin səsini eşitmək istəyəndə sənin səsini eşidə bilmirəm, ağa. Bütün ömrüm keçdi. Keçdi, ömür sona yetməkdədir. Amma hələ səni görə bilmirəm. Baxın, düzdür, bu ağamızın dilindən gəlir. O məsum imamlar bunu dərk eləyirlər. Ağanın o məqamını dərk eləyirlər. Ağanın o necə deyirlər, varlığını dərk eləyirlər. Hələ ağa dünyaya gəlməyib, amma ağa haqqında danışırlar. Bunlar hamısı bizim üçün nümunələrdir. Yəni öyrənin. Ey Əli şiyəsi, ey İmam Zaman sevərlər, öyrənin. Ey intizar əhli, müntəzir əhli, öyrənin. Bilin ki, ağa ilə necə münacət eləmək lazımdır. Necə Allahdan onun üçün istək və hacətləri istəmək lazımdır. Necə dualar eləmək lazımdır. Bir nəfər Behçət ağanın yanına gəlir. Gəlir, soruşur ki, ağadan, ağa, mümkündürmü ki, insan İmam Zamanı görə? Yəni, bu düzdür, yəni düz məsələdir, düz sözdür ki, istədiyiz, yəni biz istəsək ağanı görə bilərik. Bəli. Behçət ağa deyir ki, bəli, hər bir insan ağanı görə bilər. Deyir, axı biz görmək istəyirik, görə bilmirik. Fərəc duasını oxuyuruq, dualar eləyirik, namaz üstə, ya məclisdə, istənilən yerdə zikr eləyirik ağanı, dualar eləyirik, amma ağanı görə bilmirik. Behçət ağa buyurur ki, çünki biz istəmirik İmam Zaman ağanı görməyə. Burada nə başa düşürük? Axı biz istəyirik görməyə. Behçət ağa deyir ki, biz istəmirik. Çünki biz istəmirik İmam Zaman ağanı görməyə. Bu cümləsində Behçət ağa demək istəyir ki, yəni sizin sevginiz, məhəbbətiniz, istəyiniz yetərincə deyil. Bəli. Əməllərimiz də sevgi, məhəbbət yetərincə olmalıdır. Bəli. Bəli, yetərincə deyil bizim sevgimiz, məhəbbətimiz ağaya. Baxın, biz bilirik, harada əhl-i beyt məclisləri keçirilir, ya məsciddə, ya hər hansı bir evdə və yaxud da ki, hər hansı bir cəmiyyət yığışır, ağa haqqında məclislər keçirir. Mütləq və mütləqdir ki, İmam Zaman ağa o məclisdə iştirak edir, o məclisə varid olur. Bunu biz demirik, bunu imamlarımız, məsumlarımız deyir. Hədislərdə. Bəli, hədislərdən gəlib çatıb bizə. Ağa gəlir, varid olur məclislərə, iştirak edir. Amma ağa, sən gəlirsən məclislərə, bu məclislərə. Amma sənin harada dayandığını görə bilmirəm. Hiss eləyə bilmirəm onu. Niyə? Çünki sevgimiz yetərincə deyil. Bəli, ağamız bir xəzinədir əlimizdə. Amma bağlı xəzinədir. Qəribədir, xəzinə yanımızdadır, amma bağlıdır, biz ondan bəhrələnə bilmirik. Elə gərək insan bax bu halını ağlasın. İmam var, amma biz imamdan istifadə eləyib bəhrələnə bilmirik. Əlaqə qura bilmirik, rabitə qura bilmirik ağamızla. Yəni, eşq, əlaqə, rabitə olmalıdır. Əgər eşq, rabitə, məhəbbət lazımi səviyyədə, yetəri səviyyədə olsa, yetərincə olsa, onun təsiri insana böyük olur. Soruşacaqsınız ki, necə bu sevginin, bu məhəbbətin, yəni imama olan sevginin, məhəbbətin təsiri insana necə təsir bağışlayır, necə olur bu təsir? Bilirsiniz necə olur? Təsir bundan ibarətdir ki, ağa sənin əlindən tutur, səni əhl-i beytdən eləyir.
səni əhl-i beytə məhrəm eləyir. Və buyurur ki, sən biz əhl-i beytdənsən. Yəni, bu elə bir cümlədir ki, dünyanın bütün ləzzətlərini yığasan bir yerə, bu cümlənin ləzzətini verə bilməz. Nə xoş olar ki, İmam öz mübarək dili ilə sənin qulağına pıçıldasın ki, sən bizdənsən, sən biz əhl-i beytdənsən. Bəli, insan gərək günahlardan təmizlənə, qəlbin təmizliyə, o qəlbi ağanın məhəbbəti ilə, sevgisi ilə doldura. Yəni bu fürsətdir. Fürsətdir ki, günahlardan qaçaq. Ağa bizi günahsız görmək istəyir. İstədiyi kimi görmək istəyir. Ümumilikdə günahsız görmək istəyən ağamızın, o ki, vurğuladınız ki, ağa bizi günahsız görmək istəyir. Elə isə bizi günahsız görmək istəyən ağamızın zühurunun tezləşməsi üçün nələr edək bəs? Nələr edə bilərik ki, o zühur daha çox tezləşsin? Zuhurun tezləşməsi üçün çox şey lazımdır. Çox. Yəni, ağanın xidmətində durmaq lazımdır. Çünki öz vəzifələrimiz barəsində keçən ötən verilişlərimizdə demişdik. Məsələn, kiminsə hidayət olunmasında iştirak eləmək, ağaya dair məclislər qurub ağana, yəni çox aktual mövzudur da, İmam Zaman məsələsi, məhdəviyyət məsələsi, ağanı təbliğ eləmək bu axır zamanlarda, Quran oxumaq, ağaya hədiyyə eləmək, dua eləmək ağa üçün və s. və ilaxır. Çoxdur. Ümumiyyətlə, burada da vurğulayaq ki, məxsusən izləyicilərimizə də onu deyək ki, Nəzakət xanım hər verilişdə, bu silsiləvi olan İmam Zaman ağa ilə olan hər verilişimizdə mütləq zühurun tezləşməsi üçün ağanın intizarında olanlar ki var, onların əməlləri ilə bağlı olsa, qısaca da olsa hər dəfə məlumatlar veribdir. Məxsusən bir verilişimiz olub ki, sırf zühur dönəmində zühurun tezləşməsi üçün nələr edəcək, o mövzularımız da var. Onda xatırlatma edək ki, izləyicilərimiz əgər baxmaq istərsə, öncəki verilişlərə baxsalar kifayət edər. Baxın, hər bir insan, hər bir intizar əhli, müntəzir neynəmək istəyir? İstəyir ki, zühur tezləşsin, ağa gəlsin. Məsələn, belə fikirləşirik. Hansı əməlimi daha çox yerinə yetirsəm ağa gələr? Namazımı çox qılsam, orucumu çox tutsam, duamı çox eləsəm, sədaqəmi çox versəm, Quranımı çox oxusam, yəni, necə deyərlər, əxlaqımı daha xoş eləsəm, hansı əməlləri daha çox yerinə yetirsəm, ağanın zuhurunun tezləşməsinə səbəb olar? Bu sual insanların beynindən, ələlxüsusda bu şiələrin beynindən, fikrindən keçir. Düzdür, bu əməllər olmalıdır. Hər bir insanda bu əməllər olmalıdır. Zaten bu əməllər yerinə yetirilməlidir. Amma bu əməllər ağanın zuhurunu tezləşdirməz. İmam əleyhissalam, məsum imamlar şərt qoyublar bunun üçün. Amma bu şərtlər təklikdə deyil, insanlar, cəmiyyət arasında olan şərtdir. Şərtlər nədən ibarətdir? Birinci şərt, ağa buyurur ki, budur ki, o imamı gözləyən, onun intizarını çəkən şiyələr ki var, onlar qəlbən cəm olmalıdır. Sual verirlər, axı biz qəlbən necə cəm olaq? Onsuz toplaşırıq da bir yerə. Bəli. Toplaşırıq, məsciddə toplaşırıq, qeyri-başqa yerdə məclislər qururuq, toplaşırıq və yaxud da ki, bəli. Telefonlar vasitəsilə, onlaynla belə məclislər qururuq, danışırıq, söhbətlər eləyirik, təbliğata geniş yer verilir, söz yox. Bütün bu məclislər, bu toplantılar qəlbən cəm olma anlamına gəlmir. Qəlbin cəm olması məsələsi ayrı bir şeydir. Nədir? Elə bu bizim problemlərimizin ən böyüyüdür bu. Ki biz qəlbən cəm ola bilmirik. Düzdür, indi bir yerə toplanırıq, amma görək qəlbən necə cəm olmalıyıq. Ağa bizim üçün nə tövsiyə eləyir, nə məsləhət görür. Əgər biz qəlblərimizin bir yerdə cəm olmağını istəyiriksə, gərək birinci öz
istək və arzularımızı, öz mənfəətlərimizə qulluq eləyən o hacətlərimizi, arzularımızı bir kənara qoyaq. Elə ki, toplaşmırıq bir yerə, cəm olmuruq. Təkcə yığışmaq məsələsində deyil. Biz toplaşmasaq da, ayrı olsaq da bizim qəlblərimiz cəm olmalıdır. Onsuz həmişə cəm olmuruq ki. Yəni biz qəlbən cəm olmalıyıq, bu o deməkdir. Şərt bu deyir ki, bir yerə yığışaq, cəm olaq, onda qəlbimiz cəm olsun. Xeyr. Ayrı-ayrılıqda da qəlbimiz cəm ola bilər. Ayrı-ayrılıqda yox, pərakəndə hal mənasında deyil. Biz cismən ayrı da olsaq, qəlbən yəni bir olaq. Bu mənada. Bəli. Amma cismən bir olaq, qəlbən bir olmayaq, bu ağanın gəlişinə təsir eləməyəcək. Bəli. Yaxşı, qəlbən necə bir olaq? Deməli, qəlbən bir olmaq üçün nə etməliyik? Qəlbən bir olmaq üçün qəlbimizdə olan o hacətlərdir, o xüsusi şəxsi mənfəətlərimizdir. Onların hamısını kənara atmalıyıq. Təmiz atmalıyıq. Və sonda hansı hacətlər ətrafında birləşməliyik? Ağamızın hacət və istəkləri ətrafında birləşməliyik. Ağa bizə nə deyir? Biz imamımızın hacət və istəklərini bilməliyik ki, imam bizdən nə istəyir? İmam bizim rəhbərimizdir. O bizdən nə istəyir, biz onu bilməliyik. Və imamlardan biri buyurur ki, məsum imamlarımız buyurur ki, daha doğrusu, bizim boynumuzda siz şiələrin əhdi var. İmamət əhli, vilayət əhdi. Vilayət əhdi, imamət əhdi. Əgər deyir, bu iki şərti qəlbən birləşmək şərtidir. Qəlbən birləşmək üçün də ikinci şərt nədir? Mənfəətlər kənarlaşdırılmalıdır. Sonra toplam birləşməlisiniz. Bir olmalısınız, amma ağanın hacətləri və istəkləri ətrafında. Bax, bu iki şərt əsasında olsa, onda yəqin ki, İmam Zaman ağa zuhur eləyəcək. Və biz də bütün bunlara əməl eləməyi bacarmalıyıq və buna çalışmalıyıq. Yəni, söz olaraq bu qalmamalıdır. Bəli, əmələ də keçməliyik. Yəni, biz öz mənfəətlərimizi kənara qoymalıyıq da. Ağa bizə nə deyir? Biz onu düşünməliyik, təfəkkür eləməliyik. Hər öz istəyinə görə birləşib, biz cəm olmuşuq. Biz dua eləyirik, ağa üçün məsələsi olmalıdır. Duanı elə. Amma görün, qəlbən cəm olmağı bacarmışıqmı? Əsas məsələ odur. Bəli. Ağa bunu görsün, sevinsin. Çünki bizim əməllərimiz ağaya təqdim olunur. Bəli. Həqiqətən də çox düşündürücü bir sualdır ki, görəsən qəlblərimiz cəmdirmi? O qəlblərin cəm olmasına haqqında doğrudan da düşünməyə çox dəyər. Ki, siz dediyiniz kimi ayrı-ayrılıqda ayrı-ayrı fikirlər qəlbində yerləşdir, amma qəlblərimiz ki, tam bir yerdə olub, cəm ağanın zühurunun üçün dualar olunması, əməllər olunması bir başqadır. Bəli. Bəli. Həqiqətən də insanı çox düşündürür. Görəsən bu yaşa qədər hansı bir günümüzdə qəlbləri cəm edib ağanın zühurunun tezləşməsini istədik. Öz hacətlərimizi, öz istəklərimizi kənara qoyduq. Maraqlıdır həqiqətən də. Allah ömrünüzə bərəkət versin ki, bu cür silsiləvi verilişlərdə iştirak edirsiniz ki, biz sizlərdən həqiqətən də behrə götürürük və Allah da bu yolda qədəm götürən və bu yolda hər kəsə kömək olan ki, alimlər, ustadlar ki var ki, onlar bu yolda saç ağardırlar, belə deyək. İmam Zaman ağa haqqında müəyyən xutbələr hazırlayırlar, danışırlar. Allah hər birindən razı olsun. Eləcə sizdən razı olsun ki, siz də bax xanımlarımıza, izləyən bəlkə bəylərimiz də var, sizlərin söhbətlərindən də doğrudan da feyz aparırlar. Allah sizlərdən razı olsun. Bəli, biz bir tələbə kimi Vüsalə xanım fikirlərimizi bölüşürük. Biz bunları öz ustadlarımızdan, Allah onların ömrünə də, elminə də bərəkət versin. Xətiblərimizdən, yəni o mötəbər kitabları var, onlara nəzər eləyərkən istifadə elədiyimiz hədislərdən bəhrələnirik. Yəni biz tələbə şəxsik, tələbə adamıq. Yəni fikirlərimizi əsaslandıraraq, ustadlarımızdan əxs eləyərək biz paylaşırıq bunları. Allah sizdən də razı olsun ki, vasitəçi olursunuz və bizi vasitəçi olaraq bizim üçün də savab qazandırırsınız. Allah sizdən razı olsun. Nəzakət xanım, veriliş başlayarkən indiki vaxta qədər, indiki dəqiqələrə qədər biz İmam Zaman ağa haqqında bacardığımız qədər əlavə məlumatlar da mən öz adıma deyim, mənimsəyə bildim. Amma illərdir biz artıq imamsız yaşayırıq və siz öncədə vurğuladınız ki, veriliş başlayarkən biz
O bizi görür, biz onu görmürük. Onu da vurğuladınız. Ümmətin ümumiyyətlə bax bu işə münasibəti necədir? Bu Yəni imamsızlıq işinə. Bəli. Münasibətləri necədir? Məsələn, bu barədə ümumiyyətlə nə deyə bilərsiniz? Bəli, görün neçə illərdir ağa dünyaya gələndən qeybə çəkilibdi ta indiyə qədər. Bəli. 1100-dən çox il keçib üstündən. Yəni biz imamsız yaşayırıq, təsəvvür edirsiniz. Amma bizdən əvvəlkilər imam görüblər, imam namazı görüblər, imam duası eşidiblər, imamlarından feyiz alıblar. Amma imam yenə də bütün o silsiləvi verilişlərdə mən həmişə demişəm ki, imam zahirdə olsun, qeybdə olsun, imamın faydası, insanlara faydası çoxdur. Bəli. Çox faydası var. Biz imamımızdan razıyıq. Bəli. Düzdür, imam qeybə çəkilib, amma imamın faydası var bizə. Əgər bir hədis var Peyğəmbərimizdən ki, buyurur ki, imamın ayağının yerdə olması bərəkətinə biz roza yeyirik ya. Bəli. Allahın höccəti olmasa biz yer göy məhv olar. Biz imamsızıq deyəndə, yəni bu dərəcədə, yəni bunu bu səviyyədə başa düşməsinlər. Yəni biz imamı zahirdə görmürük, ondan feyz ala bilmirik. Düzdür, ağa bizi görür, biz onu görmürük. Ağa da istəyir. Siz elə bilirsiniz, biz ancaq intizar çəkirik, müntəzirik. Ağa da bizim intizarımızı çəkir də, gözləyir, amma səbri böyükdür. Necə ki Allahın səbri böyükdür, ağamızın da səbri böyükdür, gözləyir. Görün neçə ildir gözləyir ağa. Bəli. Qəlbi qan ağlayır. Bilirsiniz, hərdən biz birinci əvvəlki verilişlərdə sual verdiniz ki, o axır zamanda fitnələr olur. Bəli, O fitnələrdən hətta Musa peyğəmbərin bəli, o fitnələr əsasında kim nəyə çevrildi? Yəni bunları biz xatırlatdıq. Bəli. Axır zamanda fitnələr var. Baxın biz əlhəmdülillah ağanın şiyələriyik. Bəli. Yəni sabit qədəm qalmışıq, yolumuzdan azmamışıq əlhəmdülillah. Biz elə bilirik ki, bəzən biz deyəndə, yəni heç kəs məndən incinməsin, ümumi danışıram. Yəni biz yəni elə fikirləşirik ki, hə, biz əgər sabit qədəm qalmışıqsa, biz yolumuzu azmamışıqsa, əməllərimizə görədir. Xeyr, əsla və əsla. İmamımıza görə. İmamımıza görədir və bu bir. İkinci də imam özü bizim üçün dua eləyir. Nə gözəl. Dua eləyir, hər gün dua eləyir, hər saat dua eləyir biz üçün. Həm də istiğfar eləyir, bizdən Allahdan bağışlanmağımızı istəyir. Hə, yəni bizim imanımız o qədər güclü deyil, bizim sabit qədəmliyimiz o qədər möhkəm deyil ki, biz bu qədər ağır fitnələrin, dəhşətli, şiddətli fitnələrin qabağında dayana bilək. Bəli. Ağa bizə dua eləyir. Baxın, ağa bizə dua eləyir, bizim üçün istiğfar eləyir, amma biz utanmadan, çəkinmədən günahlara mürtəkib oluruq, günahlar eləyirik. Heç bu barədə düşünmüşük. Biz hər gün fikirləşməliyik ki, biz ağamız üçün nə yaxşı bir iş görək ki, bizim əməlnaməmiz gedir ağaya çatır, əməlnaməmizi oxuyanda ağa sevinsin, qəlbi rahatlıq tapsın. Biz onun qəlbini incidirik bu günahlarımızla. Bəli. Biz daim zikr eləməli, yadda saxlamalıyıq. Hə, hələ o bir yana qalsın. Yadda saxlamalıyıq. Gör hələ biz yadımıza salırıq ki, bizim bir imamımız var. Bəli. Bizimlə bir addım atan, bizimlə eyni havanı udan, bizimlə birgə yaşayan imamımızın olduğu yadımıza düşür. Hə, əsas məsələ budur. Yəni imamsızlıq budur. İmam qeybə çəkilibdir. Neçə 1100 ildən daha çox bir müddətdir ki, ağa qeybdədir. Biz onu saxlamışıq qeybdə. Düzdür, səbəbləri çoxdur. Ağana təhlükələr gözləyir və s. və ilaxır. Çünki biz düzəlməmişik, ağa gəlmir. Günahı özümüzdə görürük. Bəli, düyün bizim əlimizdədir, düyün bizik. Ağanı qeybdə saxlamışıq. Həm də utanmadan, çəkinmədən nə edirik? Günahlar eləyirik. Bəli, çox vaxt yadımızdan çıxır ki, elə bir ağamız var bizim. Yadımızdan çıxır. İnsafdır, əlbəttə ki, insaf deyil. Ağamız dua eləyir biz üçün, amma biz günah işlədirik. Bəzən sual verirlər ki, ağa bəs neyniyək biz ağa üçün? İmam Zaman ağa üçün neyniyək ki, ağa bizim əməlimizi görsün, sevinsin? Baxın, çox iş görmək olar, bayaq sadaladıq. Amma günah eləyəsən, gedib o işləri görəsən, ağaya sən lazımsan. Yəni, ən azından günah eləmə, elə birinci xidmətin bu olar. Eləmə deyəndə, yəni özüm də daxiləm bu cəmiyyətin içinə.
Yəni özümü kənarlaşdırmıram əlbəttə ki. Birinci Hər özümü kəs elə vurğulayıram. özünü görsə daha gözəl olar. Əlbəttə ki, Salah xanım. Və bildiyimiz kimi hər zamanın öz imamı olub, Allah da höccətsiz qoymayıb yer üzünü. Bir saniyə olsa belə, bir ləhzə olsa belə. Və ümmət də, hər ümmət öz imamını görübdür zahirdə, ondan ilahi feyz alıblar, əlaqə saxlayıblar, imamlarına hədiyyələr bəxş eləyiblər, təmas qurublar da, rabitə qurublar. Təsəvvür eləyin, imamı görəsən öz imamını, o məsumu görəsən, onun səsini eşidəsən, onun namazını görəsən, onun Quran oxunuşunu görəsən, onun Quran təfsirlərinə qulaq asasan. Bir imamı olmaq bir nemətdir. Allahın bizə verdiyi o nemət, ən böyük nemət imamın höccət olaraq bizə bəxş elədiyi o imamdır. İkinci ən gözəl nemət odur ki, o imamı zahirdə görək, ondan ilahi feyz alaq. Bu başqa bir nemətdir. Biz məhrumuq. Bu nemətdən məhrumuq. Ağanı görə bilmirik. Bəli, ağa da qeybət dövrünü yaşayır, biz də qeybət dövrünü yaşayırıq. Yəni bu dövrün bir dənə hədəfi olmalıdır. Hədəf nədən ibarət olmalıdır? Hədəf ondan ibarət olmalıdır ki, hər saat imamı düşünək. Hər saat yadımızdan çıxartmayaq imamı. Amma bizim yadımızdan çıxır ki, imamımız var. Birgə bizimlə yaşayan birgə imamımız var. Yəni biz elmimizi, ömrümüzü, enerjimizi, malımızı, pulumuzu ağanın zuhurunun tezləşməsi üçün xərcləməliyik. Xəsislik eləməməliyik. Bizə bu lazımdır, bizə imam lazımdır. İmama da biz şiyələr, günahsız şiyələr lazımdır. Baxın, deyirsiniz ki, imamsızlıq. Bəli, 1100 ildən çoxdur ki, imamsız yaşayırıq. Yəni görmürük onu, amma görə heç dərd eləmişik onu. Heç demişik ki, biz imamsızıq, imam qeybdədir. Dərd eləmişik onu, Salah xanım heç. Görün neçə vaxtdır. Çox qəribədir. İmamsız yaşayırıq, onu dərd eləmirik özümüzə. Amma yaşayışımızdan da elə razıyıq ki, görün nə deyirik? Namaz qılırıq, oruç tuturuq, həccə gedirik, Kərbalaya tez-tez səfər eləyib, ziyarət eləyirik. Eləyirik. Bundan kifayət. Halal qazanırıq, haram yemirik. Halal qazanırıq. İnşallah cənnətə düşərik də. İmam da gələr, zuhur eləyər inşallah. Bəli, bu da bizim sözümüz. Dərdimiz cənnət dərdidir. İmam dərdi deyil. İmam dərdi deyil. İmam dərdi deyil. Gərək biz imam dərdi çəkək ki, Allah onun çarəsini bizə göndərsin də. Biz imam dərdi çəkmirik, Allah da çarəsini göndərmir. Bəli. İmam dərdi çəkmirik, biz cənnət dərdi çəkirik. Elə imam bizim cənnətimizdir də. İmamsız nə cənnət? Bəli. İmam bizim cənnətimizdir. Deyirik, hər il gedirik həccə, ziyarət edirik Kəbə evinə. İmam canlı Kəbədir də. Necə ki, biz Kəbəyə gedirik, Kəbəyə doğru gedirik. Kəbə bizə tərəf gəlmir ki. Biz də imamımıza doğru getməliyik də. İmamı gözləməməliyik ki, o bizə tərəf gəlsin. Bəli, imamsızlıq dərdi budur. Biz imam dərdi çəkmirik. İmamsızlıq dərdi çəkmirik. Yaxşı, imam deyər də deməz, deyər ki, mən imamsızlığı özünə dərd eləməyən o namaz qılan üçün, o oruç tutan üçün gəlim zuhur eləyim. Məni də İmam Hüseyin kimi şəhid etsinlər. Bəli. Baxın, elə yaxşı yadıma saldınız, Salah xanım, İmam Hüseynin səhabələrini götürək. Yəni, biz müntəzirlər özümüzü müqayisə eləyək İmam Hüseyin əleyhissalamın səhabələrindən. Nə deyirdi İmam Hüseyin əleyhissalam öz səhabələri haqqında? Yer üzündə ən üstün səhabələrdir mənim səhabələrim. Niyə üstün idilər? Çoxlu namaz qılırdılar, ibadət eləyirdilər. Bəli. Çoxlu oruç tuturdular, namaz qılır. Xeyr. Bəli, ağanın səhabələri Kərbəla vaqiəsində böyük bir, uca bir məqama yetişdilər. Əbəlfəzl ağa. Necə bir uca məqama yetişdi İmam Hüseynin yanında? Çoxlu ibadət eləyirdi deyə, çoxlu namaz qılırdı. Düzdür, bunlar vacibdir, eləməliyik. Amma onlarla, namazla, çoxlu namaz qılmaqla, çoxlu ibadət eləməklə o məqama çatmırlar. O məqama çatmaq üçün bilirsiniz nə lazımdır?
o məqama çatmaq üçün zamanənin imamına düzgün mərifət gətirib, düzgün tanımaq və zamanənin imamının hacət və istəklərinə ləbbeyk deyib əməl eləmək lazımdır. Budur. Ağamız Əbəlfəzl Abbası məqama çatdıran, imamın sahabələrini o yüksək məqama çatdıran bax bu idi. Neynədilər? İmamın istəklərini yerinə yetirdilər. Baxın, Kərbəla vaqiəsidir, gözümüzün önünə gətirək. Onsuz həmişə biz onu gözümüzün önünə gətiririk. Çünki onun şahidi olmamışıq ki. Bax, Kərbəla vaqiəsidir. Sahabələri gəlir bir-bir ağadan icazə alırlar. Bəli. Və ağa da onlara icazə verəndən sonra onlar döyüşə varid olurlar, döyüşürlər. Və vaxt məqam çatır Əbəlfəzl ağaya. Gəlir. Gəlir ağadan izin alır. Buyurur, ağa, gedim vuruşum. Ağa nə deyir? Deyir, yox, vuruşma. Sən get su gətir. Hə, o da deyir, baş üstə. Hə, demədi ki, bəs onları göndərirsiniz. Mən qaldım. Mən qalıram, mən də gedim vuruşumda, başqasını göndər suyun dalınca. Demədi ki bunu. Baş üstə ləbbeyk dedi. Ağasının hacətini yerinə yetirdi. Pis vuruşacaqdı o biri sahabələrdən. O da gedib orada döyüşdə şəhid olacaqdı. Bəli. Amma ağasının hacətini yerinə yetirdi. O qədər əzəmətli, o qədər heybətli bir şəxsiyyət idi ki, Əbəlfəzl ağa. Düşmənlər ondan çəkinirdilər, İmam Hüseynə yaxın düşə bilmirdilər. Elə ki, Fərat çayına su gətirməyə gedir. Orada 4000 nəfər düşmən qoşununun qarşısında vuruşur onlarla, mübarizə aparır son anına qədər. Son ana qədər. Son anına qədər bir gözünü, iki qolunu itirir. Bəli. Bir gözünü, iki qolunu itirir ağa. Onu qətlə yetirəndən sonra düşmən qoşununun qolu qanadı açılır. Artıq qorxu yoxdur. Amma ağasının hacətini yerinə yetirdi. Və gəldi o məqama, o yüksək məqama çatdı. Baxın, biz öz zamanəmizin imamının hacətlərini yerinə yetiririk, ya öz istəklərimizin dalınca düşmüşük. Bəli, öz istəklərimizin peşindəyik. Ağanın hacətləri ilə maraqlanmırıq, istəkləri ilə maraqlanmırıq. Allah bizi imamın həqiqətən də ağıllı, məntiqli müntəzirlərindən qərar versin. Amin. Və ağa baxıb desin ki, nə gözəl ağıllı, məntiqli müntəzirlərim var. Hədəfi düzgün seçiblər. Ağanın hacətləri və istəkləri uğrunda mübarizəyə qoşulublar və birləşiblər. Qəlbən cəm olublar. Allah bizi bax o əskərlərdən və nökərlərdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bəli, əziz izləyicilər, artıq əlavə bir kəlmə, əlavə bir dua, əlavə bir xatırlatma belə eləməyə ehtiyac yoxdur. Çünki zaman, çünki axın bizi əgər bugün Kərbəla səmtinə apardısa, deməli Kərbəlaya gedən yola az qalıbdır. Demək ki, Mühərrəm ayına az qalıbdır ki, qəlblər titrəyir. Demək ki, Mühərrəm ayına az qalıbdır ki, yenə Nəzakət xanım vurğuladığı kimi fikrimiz, zehnimiz Əbəlfəzl Abbas məqamına gedir. Biz də bu günləri, məxsusən bu verilişin tam elə bir özəti olaraq başdan ayağa qədər olan bütün incəliklərini incələyəndə tək bir nüans insanın qəlbini titrəyişə gətirdi. Qəlbləri cəm etməyin vaxtıdır. Allah qəlblərimizi cəm qərar versin. Allahümmə əccil vəlikəl fərəc.